Salam əziz abituriyentlər, mən tarix müəllimi Ağazadə Xalid. Bu günləri sizlərə Azərbaycan tarix fənnindən ibtidai icma quruluşu mövzusunda izah edəcəyəm. Keçək slaydımıza. Slaydımızın ilk pəncərəsində başlıq belədir: qədim insan məskənləri. Biz tarix fənni üzrə hazırlaşırıqsa əgər, tarix fənnini oxuyuruqsa, əvvəla bunu bilməliyik əziz abituriyentlər. İnsanlar ilk dəfə nə vaxt dünyada və Azərbaycanda məskunlaşırlar. Bu dünyada 2-3 milyon il bundan əvvələ qədim materiklərimizdən biri olan, dünyanın ən qədim materiklərindən biri olan Afrika materikinin şərq hissəsində, Şərqi Afrikada məskunlaşırlar. Azərbaycanda isə 2 milyon il bundan əvvələ təsadüf edir. Azərbaycanda paleolit dövrünün ilk insan məskənləri. Bəli, Lerişdə Uzeyir, Naxçıvanda Qazma, Qarabağda Azıq və Tağlar, Kəlbəcərdə Zar, Qazaxda Damcılı və Daşsalağı, Mingəçevirdə isə Qaraca düşərgələri Azərbaycan ərazisində mövcud olan ilk insan məskənləri hesab olunur. İbtidai cəmiyyətin mərhələləri. İbtidai cəmiyyət ümumilikdə 3 mərhələyə bölünür: daş dövrü, tunç dövrü, dəmir dövrü. Daş dövrü də öz növbəsində bir neçə mərhələyə bölünür. Qədim daş dövrü, paleolit dövrü, orta daş dövrü, mezolit dövrü, yeni daş dövrü, neolit dövrü və burada bir dövr vardır ki, keçid dövrü adlanır. Yəni insanların misi ilk dəfə kəşf etdiyi dövr. Mis daş dövrü, eneolit dövrü, daş dövründən tunç dövrünə keçid dövrü adlanır. Bundan sonra isə tunç dövrü gəlir. Tunç dövrü də öz növbəsində erkən tunç dövrü, orta tunç dövrü, son tunç dövrü. Sonra isə ilk dəmir dövrü. Deməli, uşaqlar, bəs paleolit dövrü neçə mərhələyə bölünür? Paleolit dövrü isə 3 mərhələyə bölünür: alt paleolit dövrü, orta paleolit dövrü, üst paleolit dövrü. Keçək slaydımızın növbəti pəncərəsinə. Növbəti pəncərədə başlığımız belədir: qədim daş dövrü, alt paleolit. Biz bilməliyik ki, əziz abituriyentlər, əsasən 3 insan tipi vardır. O insan tiplərindən də ilki bacarıqlı insan hesab olunur. Yəni alt paleolit dövründə bacarıqlı insan yaşamışdır. Bacarıqlı insanın həyatında hansı hadisələr baş vermişdir? Gəlin diqqət yetirək. Odla tanışlar. Bir var təbii od, bir də var ki, süni od. İnsanlar alt paleolit dövründə ilk dəfə təbii odla tanış olmuşdur. Bu necə baş vermişdir? Təsəvvür edin ki, haradasa ildırım çaxır, yanğın baş verir və bu yanğının baş verməsi nəticəsində də insanlar təbii odla tanış olurlar. İnsanlar məskən saldıqca onlar artıq əmək alətlərdə hazırlamağa başlayırlar və bu əmək alətləri ibtidai icma quruluşunun başlarında insanlar əsasən daşdan hazırlayırlar. Daşdan hazırladıqları əmək alətlərini də misal göstərsək, məsələn, bazalt, obsidian, çaxmaq daşı. Bəs insanların ilk məşğuliyyəti nə olmuşdur? Ovçuluq və yığıcılıq. İnsanlar zaman keçdikcə əmək alətlərini təkmilləşdirirdilər. Bu əmək alətlərin təkmilləşdirilmələri nəticəsində də çapacaq adlı aləti yaratdılar. 6 milyon il bundan əvvəl hansı hadisə baş vermişdir? Dünyanın ən qədim materiklərindən biri olan Afrika materikinin şərq hissəsində Kenya adlı bir ölkə vardı. Həmin ölkənin yanında Turkana gölə ətrafında insan qalıqlarına rast gəlinmişdir. Və bu insan qalıqları nəticəsində də ibtidai icma quruluşu daha dərindən öyrənilməyə başlanılmışdır. Mənimsəmə təsərrüfatı. İnsanlar ilk dəfə dünyaya yarandıqları zaman onlar heç nə bacarmırdılar. İnsanlar heç nə yarada bilmirdilər. Ona görə də insanlar nə qazanırdılarsa, onu da təbiətdən alırdılar. Yəni, bu təsərrüfata da mənimsəmə təsərrüfatı. Yəni, testlərdə qarşınıza çıxa bilər istehlak təsərrüfatı, çaşmayın əziz abituriyentlər. Mənimsəmə təsərrüfatına başqa adla da istehlak təsərrüfatı da deyilir. Bəli, yəni insanlar hər şeyi, yəni qazandıqları hər bir şeyi təbiətdən mənimsəyirdilər.
İlk insan kollektivi. İnsanlar yarandığı zaman onların mövcud olan ilk insan kollektivinə ulu icma deyilir. Bəs bu ulu icmanın xüsusiyyətləri nədən ibarətdir? Ulu icma kör təbii idi, dağınıq halda idi, insanlar birgə yaşamırdılar. Və bu ulu icma üst paleolit dövrünə qədər davam edəcək. Bəs bu alt paleolit dövrü Azərbaycanda necə öyrənilmişdir? Alt paleolit dövrünün Azərbaycanda öyrənilməsi Məhəmməd Əli Hüseynov tərəfindən aparılmışdır. Yəni Məhəmməd Əli Hüseynovun 20 il ərzində, 20 ilə yaxın apardığı tədqiqatlar nəticəsində Azərbaycanda alt paleolit dövrü daha dərindən öyrənilmişdir. Onun 1968-ci ildə apardığı tədqiqatlar nəticəsində Azıq mağarası aşkar edilmişdir. Azıq mağarası Azərbaycanın Xocavənd rayonunda Quruçay vadisində tapılmışdır. Və bu Azıq mağarasından 350-400 min il bundan əvvələ aid qadının alt çənə sümüyü aşkar edilmişdir. Azıq mağarasından ayı kəllələri, sonra heyvan sümükləri tapılırdı və sizcə bu bizə nə deyir? Heyvan sümüklərinin tapılması, ayı kəllələrinin tapılması, yəni yavaş-yavaş artıq alt paleolit dövründən başlayaraq dini təsəvvürlər meydana gəlirdi. Yəni dini təsəvvürlər yaranmağa başlayırdı insanlarda. Keçək slaydımızın növbəti pəncərəsinə. Orta paleolit dövrü. Orta paleolit dövründə hansı hadisələr baş vermişdir? Biz dedik ki, orta paleolit dövründə ümumilikdə İbtidai icma quruluşu dövründə 3 insan tipi mövcud olmuşdur. Onlardan biri alt paleolit dövründə yaşamışdır. Bacarıqlı insan, onlardan ikincisi isə Neandertal insan olmuşdur. Yəni orta paleolit dövründə Neandertal insan mövcud olmuşdur. Bəs Neandertal insanın mövcud olduğu dövrdə Azərbaycan arasında hansı insan tipləri, daha doğrusu insanlar hansı ərazilərdə məskunlaşmışdılar? Qarabağda, Qazaxda və Naxçıvanda. Bəli. Biz bayaq diqqət yetirdik ki, insanlar təbii oda tanış oldular. Bəs insanların süni oda tanış olması necə baş vermişdir? İnsanlar çapaqdaşların bir-birinə vuraraq süni odu əldə etmişdilər. Süni odu əldə etmişdilər, bəli. İnsanlar zaman keçdikcə əmək alətləri təkmilləşdirirdilər və bu əmək alətləri təkmilləşdirilməsi nəticəsində də insanlar artıq iki uclu alətlər yaratmağa başlamışdılar. Dəfn mərasimləri, dini görüşlər həyata keçirilirdi. Yəni bu dövrdə artıq dəfn mərasimləri, dini görüşlər, yəni insanların dini təsəvvürləri formalaşmağa başlayırdı və davam edirdi. 40-50 il bundan əvvəl hansı hadisə baş vermişdir? Azərbaycanda Urmiya gölü ətrafında Tamtama mağarasından insan qalıqları aşkar edilmişdir və bu insan qalıqlarının aşkar edilməsi nəticəsində də orta paleolit dövrü daha dərindən öyrənilmişdir. Keçək növbəti slaydımıza. Üst paleolit dövrü. Üst paleolit dövründə hansı hadisələr baş vermişdir? Biz dedik ki, 3 insan tipi vardı. Bacarıqlı insan, alt paleolit dövrü, Neandertal insan, orta paleolit dövrü və ən sonuncu insan, nəhayət ağıllı insan. Yəni sonuncu insan tipi. Diqqət yetirək, bu ağıllı insanın yaşadığı dövrdə hansı hadisələr baş vermişdir? İnsanlar bu vaxtacan alt paleolit dövründə və orta paleolit dövründə səsli nitqa və rabitəli nitqa malik deyildi. Yəni ağıllı insanın mövcud olduğu dövrdə səsli nitq yaranmışdı, rabitəli nitq yaranmışdı. Və bir şey də nəzərinizə çatdırım ki, üst paleolit dövründə ağıllı insan yaranır. Yəni Neandertal insanı ağıllı insan əvəz etmişdir. Yəni üst paleolit dövründə həm Neandertal insan olmuşdur, həm də ağıllı insan olmuşdur. Və insanlar üst paleolit dövründə artıq qan qohumluğu əsasında birləşməyə başlayırdı. Və bunun da nəticəsində ana xaqanlığa, yəni matriarxat çağ başlamışdır. Bu da Tunc dövrünə qədər davam edəcəkdir. Yəni erkən Tunc dövrünə qədər. Erkən Tunc dövründə ana xaqanlığı, ata xaqanlığı, yəni patriarxat çağ əvəz edəcəkdir.
İlk insan kollektivinin dağılması. Biz dedik ki ilk insan kollektivi hansıydı? Ulu icma. Artık ulu icma yavaş yavaş dağılırdı ve onu qan qohumluğu əsasında insanların birləşməsi nəticəsində yaranan qəbilə quruluşu əvəz edirdi. Qəbilə quruluşu əvəz edirdi, bəli. Deməli biz bildik ki, üst paleolit dövründə ulu icma mövcud olur. Ulu icmanı qəbilə quruluşu əvəz edir üst paleolit dövründə. İnsanların üst paleolit dövründə əldə etdiyi ən böyük nailiyyətlərdən biri də nədir? Sallardan istifadə edilməsi. Yəni insanlar sayı bu yüzdən o yüzden keçməyi bacarmırdılar və üst paleolit dövründə insanlar sallardan istifadə etməyə başlamışdır, yaratmışdır. Qəbilə icmasını ulu icmada fərqli cəhətləri. Baxın uşaqlar, əz abituriyyentlər, qəbilə icmasının ulu icmadan nə fərqləndirir? Biz dedik ki, ulu icma körtəbii idi, dağınıq idi və ən əsası da ulu icma səsini nitqa və rabitəli nitqa malik deyildi. Yəni ulu icmadan fərqli olaraq qəbilə icması qan qohumluğu və nəsli ana xətti ilə birləşmişdi, körtəbii və dağınıq deyildi. Daha möhkəm və mütəkəbbir idi. Yəni qəbilə quruluşu, səsini nitqa, rabitəli nitqa malik idi. Sonra azıq adamı. Azıq adamı dedikdə nə düşünürük? Azıq adamı, yəni azıq mağarasında yaşamış adama azıqantrop, azıq adamı deyirlər. Və buna da diqqətinizə çatdırım, azıq mağarasından 700 min il bundan əvvələ aid ozaq izlərdə aşkar edilmişdir. Azıq adamının yaşadığı dövrdə. Yaxşı, azıq adamı Neandertal insan və ağıllı insan üçün oxşar cəhətlərə fikir verir. Hər ikisi qədim daş dövründə yaşamışdılar, çay kənarlarında mağaralarda yaşayırdılar, sadə daş alətlərindən istifadə etmişdilər, mənimsəmə təsərrüfatı, ovçuluq və yığıcılıq ilə məşğul olmuşdular, sadə dini görüşlərə malik olmuşdular, sadə incəsənətlə məşğul olmuşdular. Bəs bacarıqlı insanlar fərqli olaraq ağıllı insan nəyə malik idi? Bacarıqlı insanlar fərqli olaraq ağıllı insan düz qamətə malik idi, səsini nitqa malik idi və ağıllı insan, bacarıqlı insanlar fərqli olaraq qəbilə icmasında və anaxaqanlığı dövründə yaşamışdır. Keçək növbəti slaydımıza. Slaydımızın növbəti pəncərəsində başlığımızda Orta Daş dövrü, Mezolit dövrü. Mezolit dövründə xeyli hadisələr baş vermişdir. Baxaq, insanların əsas məşğuliyyəti ovçuluq, yığıcılıq və balıqçılıq olmuşdur. İnsanların əldə etdiyi ən böyük nailiyyətlərdən biri də ox və kamanın ixtira edilməsi olmuşdur. Yəni insanlar bu vaxtacan ovçuluqla məşğul olurdular, amma daha uzaq məsafədən heyvanlara ovlaya bilmirdilər. Buna görə də insanlar Mezolit dövründə ox və kamanı ixtira etdilər. İbtidai əkinçilik və ibtidai maldarlıq. Biz Mezolit dövrünə qədər, deməli insanlar Mezolit dövrünə qədər əkinçilik və maldarlıqla məşğul olmamışdılar. Yəni Mezolit dövründə artıq insanlar tərəfindən ibtidai əkinçilik və ibtidai maldarlıq yarandı. Yəni insanlar artıq əkinçilik və maldarlıqla məşğul olmağa başladılar. Yeni təsərrüfata keçidin əsasını qoyulması. Mezolit dövrünə qədər insanlar hər şeyi təbiətdən alırdılar. İnsanlar özləri heç nə yaratmırdılar. Və Mezolit dövründən sonra Mezolit dövrü daxil olmaqla artıq yeni təsərrüfata keçidin əsası qoyuldu. Artıq insanlar özləri yaratmağa başladılar. Və bu təsərrüfata da istehsal təsərrüfatı deyirlər. Yəni mənimsəmə təsərrüfatın, istehlak təsərrüfatın, istehsal təsərrüfatı. Yeni təsərrüfat əvəz elədi. Bəli, istehsal təsərrüfatı. Artıq insanlar özləri yaratmağa başlayırlar. Və bu dövrdə ibtidai incəsənət inkişaf eləməyə başlamışdır. Dövrün yaşayış məsələlərinə nəzər yetirək. Qazax rayonunda damcılıq və Abşeronda Qobustanda insanlar məskən salmışdılar. 20-ci əsrin sonlarında Norveç alimi olan Tur Heyerdalın marağını cəlb eləmişdir və Tur Heyerdal Azərbaycanda Qobustan düşərgəsinə gəlmişdir və orada
Qobustan düşərgəsini gəzib Azərbaycan iqtidai icma quruluşunu öyrəndikdən sonra Turi Heyerdar belə bir qənaətə gəlmişdir ki, Azərbaycan dünyanın ən qədim gəmçilik mərkəzlərindən biridir. Və bu dövrdə insanlar artıq, biz dedik ki, insanlar üst paleolit dövründə sallardan istifadə etməyə başlamışdır. Mezolit dövründə isə insanlar artıq ağacları oyaraq qayıqlar hazırlamağa başlamışdır. Bəli, bu dövrdə qəbil adət-ənənələrində də bir sıra dəyişikliklər baş vermişdi. İnsanlar artıq qəbillərə müxtəlif əşyalar qoyurdular və bu dövrün ən böyük nailiyyətlərindən biri də odur ki, bu dövrün ən böyük nailiyyətlərindən biri. İnsanlar artıq heyvanları əhəlləşdirməyə başlamışdır. Yəni, insanlar heyvanları əhəlləşdirmişdir, mezolit dövründə başlanmışdır və eneolit dövründə heyvanların əhəlləşdirilməsi zamanla başa çıxmışdır. Və bunu da nəzərinizə çatdırım ki, yeni təsərrüfata keçidin əsası oyundur. Mezolit dövründə yeni təsərrüfata keçid başa çatdı. Yəni, istehsal təsərrüfata keçid başa çatdı. Hansı dövrdə? Neolit dövründə başa çatdı. Mezolitdə başladı, neolitdə başa çatdı. Eyni ilə heyvanların əhəlləşdirilməsi. Mezolitdə başladı, neolitdə başa çatdı. Və burada nəzər yetirək, 1939-cu ildə arxeolog İshak Cəfərzadə tərəfindən Qobustan qayağı təsvirləri aşkar edilmişdir. Yəni, İshak Cəfərzadə tərəfindən Qobustan tarixi abidələri, tarixi qorxu dəqiq şəkildə öyrənilmişdir. Qobustan açıq sama altında muzeydir. 1939-cu ildə İshak Cəfərzadə tərəfindən tədqiqatlar aparılmışdır. Keçək növbəti slaydımıza. Bu da Qobustan qaya təsvirlərinə aid nümunələrdir. İnsanlar, çevir əvvəlki slaydı. Bu da Qobustan qaya təsvirlərinə aid slaydımızdır. Slaydımızın bir pəncərəsidir. Baxın, Qobustan qaya təsvirlərində, Qobustan qayalarında insanlar təsvir olunur və bu təsvirlər onu göstərir ki, insanlar o vaxtı yallı dedirdilər. Yəni, yallı Azərbaycanın bu təsvirlər göstərir ki, yallı rəqsi Azərbaycanın qədim adət-ənənələrindən biridir. Keçək növbəti slaydımıza və ən sonunda əziz abituriyentlər, məni dinlədiyiniz üçün təşəkkür edirəm. Diqqətinizə görə təşəkkür edirəm.